Sizə bugün iç-içə dövr izah eləyəcəm. İç-içə dövr qəbula düşəcək suallardan biridir. Yəni düşə biləcək sualdır. Biri var xarici dövr, biri var daxili dövr. Xarici dövrdə nədir? Len A. Uzunluq nədir? Dim. Yəni len nədir? Uzunluq. Dim də nədir? 3-dür. Sayı 3-dür. Ona görə 3. Yəni i-nin 0, 1, 2 qiyməti. 3 özü daxil olunur. Gəldik J-yə. J-yə yəni i-nin 0 qiymətində, bax idi. 0-ın üstə 1 gələndə 1. Ona görə J-nin qiyməti nə olacaq? 0. İndi gələk i-nin i 0 olanda J 0 qiymətində nəyi çap eləyəcək? I-ni. I nə idi? 0. Burada da 0-cı indeksin elementi nədir? D. D-ni çap etmiş oldu. Sonra bu 0 getdi, bu 0 da getdi. İndi gəldik 1. I 1 olanda 1-in üstə 1 gələcək. 2, yəni J 0 1 qiymətini alır. 2 dəfə işləyəcək. Burada da i-ni çap etmiş olur. Birinci indeksin elementi nədir? I. J 1 olanda isə artıq yenə i-ni çap etmiş olur. Sonra bu da getdi. İndi i-nin 2 qiymətində 2-nin üstə 1 gələndə 3, 0, 1, 2 qiymətini alır. Burada da 3 dəfə işləyəcək. Çünki J 0 olanda ikinci indeksin elementi m-i çap edir. J 1 olanda yenə m-i çap edir. J 2 olanda yenə nədir? M-i çap etmiş olur. Belə deyək də ki, i-nin 0, 1, 2 qiymətində i 0 olanda dövr J 0 olanda bir dəfə işləyəcək. I 1 olanda dövr 0, 1 qiymətini alır. 2 dəfə işləyəcəkdir. I 2 olanda J 3 dəfə işləyəcək daxili dövr. Ona görə 3 dənə m-i çap etmiş olacaq. Bu qədər.